Salam dostlar, mən Fərhad. Bugün sizlərə Bandicamın necə yüklənməsini mən sizə bugün göstərəcəm. Bəli, işlə başlayaq. Google'umuza girək. Birinci burada yazırıq www.jezcinler.com yox, .net yazırıq. Birinciyə toxunuruq muşqayla. Baxın, gördüyünüz kimi burada boşluq var. Site için arama. Sonra istəsəniz burada da var. Buradan da eləyə bilərsiniz. Bax, gördüyünüz kimi bura Jezcinlərə girəndə, sayta girəndə burada proqramlar gələcək. Torrent, Google, Adobe Flash, Minecraft, Bandicam. Bandicam buradan da eləyə bilərsiniz. Amma ən yaxşısı buradan yazmanız yaxşıdır. Nə deyə gəldi? Bir dəqiqə. Təzdən qoyun girək. Məndə biraz haradaydı bu? Buradan eləyirik. Təzdən giririk. Məndə biraz Google'dan nasazlıq var. Ona görə biraz məndə yaxşı girmir. Virus da ola bilər, bilmirəm. Jezcinlər. Belə deyərsiniz olar. Jezcinləri giririk. Buradan eləyin. İstəyirsiniz buradan eləyin, istəyirsiniz də yazın. Necə istəyirsiniz? Mən buradan tıklayıram. Bax, gördüyünüz kimi sizdə Windows 7, Windows... Baxın, burada göstərir. Gördüyünüz kimi burada Windows 10, Windows 8, Windows 7, Windows Vista, Windows XP. Bunlara gedir. Məndə Windows 8 olduğuna görə məndə gedir. Bax, sonra yükləmək istəyirsinizsə, bunun üstünə toxunuruq. Bandicam 3.0.3 indir. Üstünə tıklayırıq. Gördüyünüz kimi yüklənir. Amma mən yükləməyi iptal edirəm. Çünki mən yükləmişəm, ona görə download. Bunu pause edək. Cancel edək. Direti. Discard edək. Getdi. Sonra... Sonra isə bura gördüyünüz kimi buradan X elədim. Çünki mən yükləmişəm. Siz oradan tıklayacaqsınız, özünüz açarsınız. Aça bilərsiniz, özünüz də aça bilərsiniz. Beləliklə Bandicamı belə yükləyirlər. Bandicamın sizə özəlliklərini də göstərəcəm. Baxın, burada Bandicamdır. Gördüyünüz kimi mən səsim yazılır bura. Videonu çəkirəm. Görüntü, ekran. Siz burada video var, bax. Baxın, kayıt yazılır. Görürsünüz, ən yaxşı siz rus dilinə qoymayın. Azərbaycan dilində olacaq, ona da qoymayın. Türkçə də yaxşıdır. Türkçə asandır. Kaydet, durdur, qısa yol, F12 qoyun. Belə. Bu eləməsəz olar, webcam kaplaması. Yəni ki, webcam eklə də, yəni webcam, yəni o da çəksin. Eləməyin, o lazımsız bir şeydir. Format AV olsun. Səs ayrılara giririk. Səsdə. Stereo, bu da qalsın. Gördüyünüz kimi belədir. Baxın, tam boyut. MP4 qoymayın, AV. Ən yaxşısı AV-dir. Tamam edin. Sonra görüntü, ekran çıxdı. Burada çıxır. Video. Ayarlara giririk. Burada gördüyünüz kimi mən onu yükləyəndə məndə
Win 8 idi. Siz bunu mikrofon qoyun. Mikrofona yazılıb gördüyünüz kimi. Siz yüksəsəz sizdə Win 7 olacaq. Əgər sizinki Windows 10-dursa, Windows 7-dirsə, sizdə Windows 7 yəni və yaxud Windows 10 gələcək. Məndə Windows 8 olduğuna görə Win 8 Sound WhatsApp yazılıb. Gördüyünüz kimi devre dışı önerilən. Speak onu qoymayın. O önəmsiz bir şeydir. Stereo Mix o da qoymayın. Mikrofon yaxşıdır. Mikrofon qoyun. Və burada sadəcə inki aygıt. Bunu da eləməsəz olar. Kayıt sırasında siz kaydı yap. Hayır, bu bizə lazım deyil. Webcam bizə lazım deyil. Logo da effektlər. Burada fare, yəni ki, mışqanın da, yəni mışqanın rəngi. Siz bunu, mən bu rəngi yaşlı qoyacağam. Ok. Hamısını yaşlı qoyacağam. Bunu da sarı qoyaq. Vurgu rəngi tamam yapalım. Yəni eləyək. Çaşdım, biraz dilim çaşdım. Bağışlayın. Genel giririk. Əgər dilini dəyişmək istəyirsinizsə, gəlişmişlərə giririk. Lisanslar. Gördüyünüz kimi dil. Türkçədir məndə. Siz burada baxın, Azərbaycan, Arabik, Armeniya, Bosniya, nə? Bosniya, bilmirəm, Bulqariya, neysə və s. Beləliklə, burada bütün ölkələri var. Baxın, burada çevrə. Baxın, Germaniya dili, Fars dili, İngilis dili, Banisoft. Beləliklə, belə tamam edirik. Çünki biz qoymadıq. Şəkil də çəkmək istəsəz, şəkildə buradan girəcəksiniz. Bilgi. Burada sizə Bandicam haqqında bilgi verir. Çıxdı da ki, yəni indi baxın gördüyünüz kimi mən burada çəkirəm. Yəni əgər elə bil video oyunca çəkirsinizsə, burada o yazılır. Qayd edirsinizsə, bura gəlir. Çıxdı. Baxın, oyunda da var. Prosta mən oyuna girmirəm. Mən oyuna girsəm bu kaydı durdurulacaq. İstəmirəm. Ona görə mən burada baxın, çıxdı. Bax, burada da görürsünüz, çıxdı klasörünü aç. Yəni ki, klasör, papqanı aç. Sizin yüklədikləriniz videoları, qayd etdiyiniz videoları orada göstərir. Hamısı bircə göstərir. Baxın, Bandicamın elə bir özəllikləri var ki, oyun da çəkə bilir. Bandicam yaxşı bir proqramdır. Oyun çəkmə. İndi baxın, mən bunu çəkirəm. Yəni interneti çəkmə, Google haqqında nəysə belə bir şeylər. Şəkil də çəkmə. Şəkili yəni siz çəkib Google-a da verə bilərsiniz. Yəni bilirsiniz, özünüz bilirsiniz nə haqda. Yəni kompüterin tema üçün haqda. Tema çəkib qoyursunuz internetə. Bax, belə bir şeylər çəkib qoya bilərsiniz. Beləliklə, sağ olun uşaqlar, salamat qalın. Abunə olmayı da unutmayın.